Salam hər kəsə. İndi biz Azərbaycan tarixindən Albaniya dövləti mövzusunun izahına baxacağıq. Deməli, ilk öncə başlayırıq. Bu Albaniya dövləti necə olur ki, yaranır? Albaniyadan əvvəl biz Atropatena dövləti dərsini keçmişdik. Necə olmuşdu ki, Atropatena dövləti yaranmışdı? Əvvəl keçmişik, yadınıza salın. Deməli, bu ərazilər Əhəmənilər dövlətinin tərkibi altında idi. Bizim qədim Azərbaycan əraziləri də Əhəmənilərin tərkibində idi. Və güclü bir imperatorluq, yəni Makedoniyalı İskəndərdən gedir söhbət. Makedoniyalı İskəndər gəlir, Əhəməniləri də özündən asılı hala salır. Deməli, Əhəməniləri asılı hala salırsa, bizim Azərbaycan əraziləri də ondan asılı hala düşür. Bundan sonra Əhəmənilər imperiyası dağılır və yerində Azərbaycan əraziləri Makedoniyalıların tərkibinə keçir. Bundan bir müddət sonra da Makedoniya imperiyası dağılır və iki dövlət yaranır. Azərbaycan ərazisi şimal və cənub hissəyə bölürük biz. Şimalda Albaniya dövləti yaranır, cənubda Atropatena dövləti yaranır. Keçmişik ki, Atropatena dövlətinin paytaxtı hara idi? Qazaka şəhəri olmuşdur. Daha sonra Karra döyüşü neçənci ildə olmuşdur? Atropatenanın hansı hökmdarları var? Bunları təkrarlayın, dəftərinizdə olsun. İndi keçirik bugünkü dərsimiz olan Albaniyaya. İlk öncə biz danışmalıyıq Albaniyanın əhalisindən. Əhali nə iş görürdü? Əlbəttə ki, həmin dövrdə bir çox dövlətlərin əhalisi əkinçilik, maldarlıqla məşğul idi. Buna albanlar da daxil idi. Bundan başqa Albanlarda 26 tayfa yaşayırdı. Yəni ayrı-ayrı dillərdə yaşayan 26 tayfa. Belə deyəndə nə başa düşürük? Məsəl üçün Azərbaycan ərazisində fərqli başqa millətlər də yaşayır. Yahudilər, Ləzgilər, Azərbaycandan başqa millətlər, ruslar və s. Həmin dövrdə də albanlar arasında yəni 26 dənə belə tayfalar yaşayırdı. Bunlara misaldır, yəni albanlardan əlavə də Leqlər, Kadusilər, Kaspilər, Utilər, Qarqarlar, başqa tayfalar da yaşayırdılar bu Alban ərazisində. Albaniyanın dövləti Qəbələ şəhəri olmuşdur. O dövrdə biz alimlərin məlumatına əsasən öyrəndikdə həmin dövlətlərdə bəzi məsələləri. Bu alimlərdən Strabon olmuşdur, Plutarx olmuşdur ki, Atropatena və Albaniya haqqında məlumatlar vermişlər ki, biz hal-hazırda da onlara əsasən öyrənirik. Strabon nə demişdi? Deyib ki, Albaniyanın mərkəzləşmiş dövlət olması aydın görünür. Yəni bütün vilayətlər bir mərkəzə tabedir. Yəni dövlətin paytaxtı haradır? Qəbələ. Deməli bütün vilayətlər də dövlətin paytaxtına, yəni hökmdara tabedir. Bu haqda Strabon məlumat vermişdir. Hal-hazırda da Azərbaycanda bu albanların, belə deyək ki, varisləri yaşayır, Qafqaz dilli xalqlar yaşayır. Bunlara biz misal göstərməliyik. Qəbələ rayonunun Niç kəndində Utiləri, Qubanın xınalığında elə həmin kəndə uyğun xınalıqları və Buduq kəndində də Buduqları misal göstəririk ki, hal-hazırda da yaşayırlar. Makedoniyalı İskəndərin imperiyası dağılandan sonra yaranan müstəqil dövlətlərdən biri də Albaniya dövləti idi. Az öncə dediyim kimi, il olaraq da biz deyirik, eramızdan əvvəl 4-cü əsrin sonu, 3-cü əsrin əvvəllərində yaranmışdı. Sərhədləri İberiya ilə Xəzər dənizi arasındakı ərazilər deyəndə nə başa düşürük? Bura İberiya, yəni indiki Gürcüstan ərazisi. Bu İberiyadan Xəzər dənizinə qədər ərazilərdə yaşayıblar. Albanlar dövlətlərini yaratmışdılar. Hal-hazırki Albaniya dövlətinin ərazisinə, yəni müstəqil indiki Azərbaycan Respublikasının ərazisi, Ermənistanın ərazisi, çünki Ermənistan bilirik ki, qədimdən Azərbaycan torpağı olubdur və 20-ci əsrdən sonra orada Erməni dövləti yaranıb. O vaxta qədər oralarda da, yəni həmin ərazilərdə də bizim atalarımız, babalarımız yaşayıblar. Sonralar Rusiyanın təzyiqi ilə Azərbaycan həmin torpaqları Ermənistana güzəştə getmişdi və SSR-nin əlbirliyi ilə, yəni olmayan bir yerdən özlərinə dövlət yaratmışdılar ermənilər. Sonra Gürcüstanın Alazan vadisi daxil idi Albaniyanın ərazisinə. Bunları da biz götürürük ki, qədim Azərbaycan torpaqları. Albaniyanın mühüm şəhərlərindən biri də Qəbələ olmuşdur. Yəni paytaxt necə ki, Qəbələdirsə mühüm şəhərlərdən biri də olmalıdır və 5-ci əsrə qədər Albaniyanın paytaxtı idi
Desəz ki, mən dedim 5-ci əsrdən sonra hara olur paytaxt? 5-ci əsrdən sonra da olur paytaxtı Albaniyanın Bərdə şəhəri. 2-ci Vaçe, yəni hökmdar 2-ci Vaçe paytaxtı köçürür Bərdəyə. Sonra Albaniyada əhali 4 təbəqəyə bölünür. Birinci təbəqədə padşah, ordu başçısı, hakimlər olur. İkinci təbəqədə din xadimləri, başqa dövlətlərdə biz buna kahinlər də demişik. Üçüncü təbəqədə isə döyüşçülər, hərbiçilər və dördüncü, ən son təbəqə təsərrüfatda işləyənlərdir. Ümumi tarixdə bəzi dövlətlərdə biz sonuncu təbəqədə qulları da görürük, amma Azərbaycan dövlətlərində qul əməyindən geniş istifadə olunmurdu. Qulları istismar eləmirdilər deyə təbəqə kimi çox istifadə olunmur. Yəni qul əməyi çox az istifadə olunurdu Albaniya və Atropaten ərazisində. Daha sonra biz burada deməliyik ən yüksək təbəqə padşah, ordu başçısı, hakimdir. Albaniyada padşahdan sonra ikinci şəxs ay məbədinin baş kahini idi. Yəni bayaq dediyimiz kimi din xadimləri. Necə ki burada təbəqələrdə din xadimləri ikinci yerdədir. Burada da onun kimi ölkədə ikinci şəxs ay məbədinin kahini idi. Sonrakı dərsimizdə biz danışırıq Albaniyada əhalinin təsərrüfat həyatı şəhərlərindən, yəni əhalinin məşğuliyyəti. Bu haqda da bizə qədim tarixçilər məlumat verir. Qədim tarixçilər deyəndə ən çox Yunan, Romadan olurdu bu tarixçilər. Onlar da yazırdılar ki, Albaniya torpaqları çox bərəkətlidir, əhalisi isə həddən artıq çoxdur. Və albanlar əkinçilik, bağçılıq, bostançılıq, üzümçülük kimi maldarlıqla məşğul olurdular. Arpa, buğda, darı yetişdirirdilər. Taxılı dəmir oraqla biçirdilər. Xırmanı da ağac bəllə döyürdülər. Yəni ki, taxılın sümbülünü döyürdülər. Oradan sümbülləri yemək üçün, yemək vasitələri üçün, düzəltmək üçün istifadə edirdilər. Dənli bitkiləri əsasən dən daşı ilə üyüdürdülər. Yəni nə isə dəni üyüdürdülər ki, onu hal-hazırda çörək nəydən bişir? Undan bişir. Onu da yəni üyütmək lazımdır ki, un halına çevrilsin. Və su dəyirmanlarından geniş istifadə olunurdu. Bu su dəyirmanları nədir? Yəni ki, qədim dövrlərdə indiki kimi elektrik enerjisi yox idi. Baxın, bu su dəyirmanlarıdır. Yəni su gəlir, bu dəyirmanı fırladır. Bu dəyirmanın da digər tərəfində görürsünüz, ox var. Göstərim. Burada ox var. Bu ox fırlanır axı. Bu ox fırlanır. Bu oxa da içəridə nə daxildir? Aha. Baxın içəridə, yəni bu da bu daşı fırladır. Bura buğda tökürdülər. Yəni dənli bitkiləri tökürdülər. Bu fırlandıqca həmin dənli bitkiləri əzirdi də. Burada insan əməyindən istifadə olunmurdu. İnsanlar yorulmurdu. Ona görə su dəyirmanlarından istifadə olunurdu. Deməli bu su dəyirmanları neçənci əsrdə istifadə olunur Albaniyada? Eramızın ilk əsrləri. Yəni eramızın ilk əsrləri deyəndə 1-ci, 2-ci əsrlərdə. Təsərrüfatda üzümçülük, şərabçılıq da xüsusi yer tutmuşdu. Onlar şərabı da saxsı qablarda saxlayırdılar. Çoxlu mal-qara sürüləri var idi, atlıqları olmuşdur. Qədim dövrlərdən Mannadan da biz Atropatenaddan keçmişik ki, özünə məxsus bizim ərazimizin atları, atlı dəstələri olmuşdur. Və təsərrüfatda əkinçilik, bağçılıqdan danışırıqsa, bir növ təsərrüfatın bir qolu da sənətkarlıq və ticarətdir. Burada biz öncə danışmalıyıq balıqçılıqdan. Onlar təkcə balığı ovlamaq, yemək üçün yox, balığın piyindən də sürtçü yağı üçün istifadə edirdilər və onun içalatından da yapışqan, yəni bizim bildiyimiz superkleylər düzəldirdilər o dövrdə nəylərsə yapışdırmaq üçün. Həmin nəylərsə deyəndə bu sənətkarlıqda istifadə etmək üçün ən əsasən. Deməli, Albaniya ərazisində aparılan arxeoloji qazıntılar göstərmişdi ki, burada çoxlu silahlar, məişət əşyaları, bəzək şeyləri tapılmışdır. Bunlar hamısı sənətkarlıq nümunələridir. Yəni bu da onu göstərir ki, Albaniya ərazisində sənətkarlıq çox güclü inkişaf etmişdir. Onlar ilahiləri müqəddəsləşdirmişdilər, sitayiş edirdilər.
və Qızıl İlahi heykəli. Bu da sənətkarların əl işidir. Onlar bu heykələ sitayiş edirdilər. Bu da döyüşçülərin dəbilqəsidir ki, döyüşə gedəndə başları zərbə görməsin, qılınc zərbəsindən qorunmaq üçün bu dəbilqələrdə taxıb döyüşə gedirdilər. Duluzçuluğu biz Azərbaycan tarixini öyrənəndə sizlə ilk dövrlərdə keçdik ki, duluzçuluq hansı dövrdə yaranıb, bunu yadınıza salın. Neolit dövründə yaranıb duluzçuluq. Bu duluzçuluq daha da inkişaf edir. Albaniyada da çox inkişaf edir. Duluzçuluqda onlar saxsı məlumatı geniş yer tutur. Yəni gildən tikinti materialı, müxtəlif qablar, insan və heyvan fiqurları hazırlayırdılar. Deməli, Albaniya dövləti yaranıbsa, dövlətin öz peçatı, möhürü olmalıdır. Dövlət yaranan kimi möhürlər də meydana gəlmişdir. Dövlət nə vaxt yarandı təşkil eramızdan əvvəl 4-cü əsrin sonu və 3-cü əsrin əvvəli. Deməli, möhürlər də həmin dövrdə yaranıbdı. Daha sonra bunları oxuyursunuz, toxuculuqda inkişaf eləmişdi. Möhürlər üzüklərin qaş hissəsində olurdu. Albaniyada istifadə olunan pullar, ilk öncə Albaniyada pullar Makedoniyalı İskəndərin şəkli olan pullar idi. Yəni onun adı yazılı olan pullardan istifadə olunurdu. Amma sonrakı dövrlərdə artıq yerli hökmdarlara aid olan pullar da kəsilir. Yəni Makedoniyalı İskəndərin pulları yox. Burada da qeyd olunub ki, ən qədim pullar Makedoniyalı İskəndərin adından kəsilən gümüş pullardır. Artıq 3-cü əsrin birinci yarısından Albaniyada İskəndərin puluna oxşar yerli pullar kəsilmişdi. Deməli, təsərrüfatdan danışdıq. Təsərrüfatda nə deyirik? Əkinçilik, maldarlıq, balıqçılıq, bağçılıq, şərabçılıq, üzümçülük, bunları dedik. Sənətkarlıq haqqında danışdıq. Sənətkarlıq hansı sənətkarlıq nümunələri var? Və keçirik şəhərlərə. Deməli, bir dövlət varsa, bunun özünün şəhərləri olmalıdır. Albaniya ərazisində hal-hazırda da bu hissə mövcuddur. Çuxur Qəbələ, Qəbələnin ən qədim hissəsidir. Albaniyanın paytaxtı olmuşdur bu Qəbələ şəhəri. Və Ayniyana şəhərinin divar qalıqları, bu da Qarabağ ərazisindədir. Sonra bayaqlarım dediyimiz kimi Strabon burada şəhərlər haqqında geniş məlumat vermişdi ki, Albaniyada Ayniyana, Anaryaka şəhərləri var. Plini demişdi, başlıca şəhəri, yəni paytaxt şəhəri Kabalakadır. Kabalaka haradır? Qəbələdir. Ptolomey də demişdi, Albaniyada 29 şəhər var. Və ən böyük şəhərlər də Qəbələ və Şamaxıdır. Mingəçevirin də adı çəkilmişdir ki, bu Mingəçevirdən də pul dəfnələri tapılmışdır. Deməli, bir dövlət yaranıbdır. Bu dövlət haqqında danışdıq. Hansı tayfaları var, necə olur yaranır, təsərrüfat həyatı nədir? Və bu dövlət öz pulları da varsa, geniş sərvəti varsa, deməli, düşmənlərin də nəzərindən qaçmır. Düşmənlər də istəyir ki, bu dövləti gəlib ələ keçirsinlər, onun sərvətini mənimsəsinlər. İndi də biz albanların bu düşmənlərə qarşı mübarizəsindən danışırıq. Albaniyaya hücum edən kimlər var idi? O dövrdə Romalılar o dövrdə hələ ki Roma Respublika idi. Roma Respublikası yaranmışdı, amma sonraki dövrlərdə artıq Roma Respublikası imperiyaya çevrilir. Və Romalılar Albaniyaya hücum edən zaman bu vaxt Alban hökmdarı kim idi? Burada şəkildə də göstərilib Oroys. İlk döyüşlər eramızdan əvvəl 66-cı ildə Kür sahilində oldu. Elə bu döyüşdə Kür döyüşü adlanır. Kür döyüşü nə vaxt oldu? Eramızdan əvvəl 66-cı ildə. Bu döyüşdə Albanlar məğlub oldular. Bundan sonra 65-ci ildə yenidən döyüş oldu. Bu döyüşdə artıq Oroys başçılıq eləmir. Oroysun qardaşı güclü sərkərdə Kozis başçılıq eləyirdi Albanlara. 65-ci ildə olan Qanıq döyüşünə. Və bu 65-ci ildə olan Qanıq döyüşündə Alban qoşunları güclü idilər. Kozis özü də yaxşı sərkərdəlik eləyirdi. Amma burada da Pompey hiylə yolu ilə qalib gəlir. Və Kozisin atdığı ölümcül, belə deyək ki, nizə zərbəsindən yayına bilir. Yəni onun zirhinə dəyir. Və bu döyüşlər 30 il sonra da yenə davam eləyir. Eramızdan əvvəl 36-cı ildə sərkərdə Antoni Romalıların şərqə yürüşünü eləyir. Bu vaxtda Romalılarla Albanlar arasında yeni döyüşlər olur. Burada Plutarx yazmışdı ki, Romalı Kanedi, yəni Roma sərkərdəsi Kanedi İber və Alban hökmdarlarına qalib gəldi və Qafqaza çatdı. Burada kitabımızda yoxdur, amma həmin dövrdə də Alban hökmdarı Zober olmuşdur. Amma daha sonra bu dövrlərdə ümumiyyətcə
Albanlar artıq Romalılarla əlaqələr düzəldirlər. Dost münasibətlər qurmağa çalışırlar. Bunu da sübut eləyir 84-96-cı illərə aid. O dövrdə Roma imperatoru Dominian olmuşdu. Onun adına olan burada yəni ki, kitabə sübut eləyir ki, albanlar Roma ilə dostluq əlaqələri saxlamışdılar. Hətta Roma imperatoru Adrian da alban hökmdarları ilə dostluq əlaqələri saxlayıb onlara qiymətli hədiyyələr göndərmişdi. Albaniya-Roma əlaqələri 3-cü əsrin ortalarına qədər davam etmişdi. Yəni 3-cü əsrin ortası dediyimizdə biz bilirik də 3-cü əsr deyiriksə 200-cü ildən söhbət gedir. 4-cü əsr gedirsə 300-cü ildən danışmalıyıq. Yəni 3-cü əsrin ortalarına vaxtı deməli 250-ci illər. O dövrdə də bilirik ki, Albaniya 262-ci ildə Sasanilərin tərkibinə keçir. Yəni Sasanilər bu ərazilərə gəlir işğalçılıq məqsədi ilə. Bundan sonra da artıq Roma-Alban əlaqələri dağılır. Bu Qobustanda olan kitabə idi. Yadelilər təkcə Roma digər düşmənlər deyil. Burada bir düşmən də, yəni Alan tayfaları olmuşdu ki, Alan tayfaları qəddarlıq eləmək istəyirdilər. Gəlib onlar əhalinin sərvətini oğurlayıb, yəni qılınc zoru ilə əlindən alıb öz ölkələrinə aparırdılar. Tez-tez belə Alan yürüşləri olmuşdur. Ümumiyyətcə 1-3-cü əsrlər deyirik ki, Alan yürüşləri dövrüdür. Həmin, yəni 1-dən 3-cü əsrə qədər olan dövrdə Alanlar tez-tez yürüş eləyib və onların ən dağıdıcı yürüşləri də 72-74-cü ildə olmuşdur. Katakomba qəbirlərdən danışırıq. Katakomba qəbirlər də həmin bu Alan tayfaları ilə əlaqələnir. Yəni katakomba nə deməkdir? Yeraltı sərdabədə, yerin altı qazılır, bir otaq boyda qazılır. Ora həm ölən adam dəfn olunur, onun yanında qab, qacaq, qazan, atı, kən izləri, yəni əşyaları da qoyulur ki, o biri dünyada istifadə edəcək. Bunlara da yəni yeraltı sərdabələr deyilir də əsasən. Və dövlətdən deməli yadellərlə mübarizədən də danışdıq. Son olaraq da biz danışmalıyıq Alban mədəniyyətindən. Mədəniyyət barədə deyirik. Yəni qədim bu Alban yarasına aid olan şəhərlər. Burada bu ərazidə yerləşirdi Qəbələ, İsmayıllı, Şəki, Dərbənd. Və bu ərazilərdə də aparılan arxeoloji qazıntılar olmuşdu. Bu qazıntılar zamanı müxtəlif təkinti qalıqları, qəbirlər, çoxsaylı mədəniyyət nümunələri aşkar olunmuşdur. Yəni qazıntı deyəndə nə deyirik ki, nə başa düşürük biz burada? Yerin altını qazırlar ki, orada qədim belə deyək ki, evlərin qalıntıları, bünövrələri, divarları tapılar. Buna əsasən öyrənirlər həmin dövlətin tarixini, həmin şəhərin tarixini. Burada da çoxsaylı maddi mədəniyyət nümunələri. Yəni maddi mədəniyyət nümunəsi deyəndə də qızıl, gümüş, pullar, dəbilqələr, qılınc, silah, ümumi nə tapılıbsa bunlar aiddir ki, maddi mədəniyyət nümunələri. Bunlar da aşkar olunub Albaniya dövlətinə aid və bu da müəyyən qədər bizə kömək edir ki, Albaniya tarixini öyrənək. Daha sonra boyalı keramika nümunələridir. Yəni saxsı qablar boyalı haldadır. O dövrdə belə, baxın, şüşədən, ətri qabından istifadə edirdilər. Əlbəttə ki, birinci, ikinci təbəqəyə məxsus olan insanlar. Mədəniyyətdən danışırıqsa, memarlıqdan da danışmalıyıq. Ən çox memarlıq harda olmalıdır? Əlbəttə ki, dövlətin paytaxtında, paytaxtda Qəbələ şəhəri idi. Bu kirəmitlər elli mədəniyyətin nümunələridir. Yəni, elli mədəniyyətində nədir? Yunanların özlərinə verdikləri adlardır. Bu Yunanlar da Albanlara öyrətmişdilər bəzi memarlığa, mədəniyyətə aid işləri, yəni Yunanlardan öyrənmişdilər. Bu kirəmit evlərin damına qoyulurdu. İndi necə ki, dam örtüklərindən, şifrlərdən istifadə olunur evlərin üzərini örtmək üçün betondan. O dövrdə də yağışdan, yəni qardan qorunmaq, küləkdən qorunmaq üçün evlərin üzərinə kirəmit örtürdülər. Dövlət varsa, dövlətin möhrü varsa, dövlətin yazısı da olmalıdır. Albanlar yazı ilə hələ dövlət yaranmazdan əvvəldir. Yəni Əhəmənilərin tərkibində olanda da tanış olmuşdular. Şəki rayonunun Böyük Dəhnə kəndində 2-ci əsrə aid Yunan dilində yazı olan daş kitabə tapılmışdı. Yəni bu da bayaq dediyim kimi sübut eləyir ki, Yunanlarla əlaqədə olublar.
Din barəsində də deyirik ki, qədim albanlar bütpərəst idilər. Bütpərəst deyəndə, yəni onlar heykəllərə, səma cisimlərinə, göy cisimlərinə sitayiş edirdilər. Danışdığımız bu Albaniya haqqında lazım olan məlumatları verdim. Yenə sizin də nə sualınız olsa qeyd edərsiniz, cavablandıraram. Və biraz sual-cavaba keçirik biz. Kür döyüşü neçənci ildə oldu? Kür döyüşünün başçısı kim idi? Yəni Kür döyüşündə albanların başçısı kim idi? Və Kür döyüşündə albanlar kimə qarşı vuruşurdular? Nəticəsi necə oldu? Dəftərinizə bu dediklərimi qeyd edirsiniz. Bütün dəftərləri yoxlayacağam. Deməli, İlk öncə Kür döyüşü neçənci ildədir, nəticəsi necə oldu? Qanıq döyüşü neçənci ildədir, nəticəsi necə oldu? Atropatena dövlətindən keçirik. Eramızdan əvvəl 53-cü ildə olan döyüşün nəticəsi necə olmuşdu? Albaniyanın hansı şəhərləri var? Atropatenanın hansı şəhərləri var? Bu sualları cavablandırırsınız. Eramızdan əvvəl 36-cı ildə Plutarx yazırdı ki, Albaniyanı kim məğlub elədi bu dövrdə? Roma sərkərdəsi kim idi? Ən böyük alan yürüşləri neçənci ildə olubdu? Bunları yazırsınız. Böyük Dəhnə kəndindəki daş kitabə nəyi göstərir? Dərsin sonunda olan sualları gəlin bir yerdə cavablandıraq. Roma dövlətinin şərqi yürüşlərinin məqsədini qeyd edin. Deməli, Roma dövləti şərqə yürüş eləyirsə, nə məqsəd olar? Digər dövlətləri də öz tərkibinə qatmaq, onların sərvətini mənimsəmək, əsasən, həm də şərqdən gələn hücumların qarşısını almaq, yəni təhlükə olunmağını təmin etmək. Pompey ilə Kozis'in döyüşünü təsvir edin. Bu haqda mən danışdım. Özünüz Pompey ilə Kozis'in döyüşü necə olur? Burada Pompey Kozis'lə, yəni ki, Kozis'in ölümcül zərbəsindən necə xilas olur? Və alanların Azərbaycan ərazisinə yürüşlərini faktla sübut edin ki, alan yürüşləri ən böyük yürüşlər neçənci ildə olmuşdu, onların məqsədi nədir? Katakomba qəbirlər nə üçündür? Dördüncü sual. Qobusunda aşkar edilən daş kitabəni dəyərləndirin. Bu nəyi göstərirdi? Nə haqqında idi? Cədvəli tamamlayın. Burada mən deməli cədvəli tamamlayaq. Zaman, kimlər yürüş etmişdi və yürüşün nəticələri. Tutaq ki, zaman deyəndə məsəl üçün bura yazacaq biz. Eramızdan əvvəlin yazmadım. Bura 66 yazmaq istəyirəm. Deməli 66. 66-cı ildə kimlər yürüş eləyib? Mən yazmamış, özünüz deyin. Romalılar, R hərfi yazdım, bəs eləyər, Romalılar. Və yürüşün nəticəsi haqqında da geniş məlumat verin ki, bu yürüşün nəticəsində Roma qalib gəlir, albanlar qalib gəlir, hansı torpaqlar itirilir, nəticəsi necə olur. Belə olduğu halda digər bütün döyüşləri də yazırsınız bura. Hansı hadisələr olubsa, onların hamısını bu aracılıqla yazırsınız. Və 6-cı sualda zaman oxunda verilmiş tarixlərə aid mühüm hadisələri müəyyən eləyin. Yəni həmin burada olan hadisələrdir.